Mən Xudiyev Zəfərxan Xudoğlu, Qərbi Azərbaycan Paşalı rayonun Gömür kəndində 1966-cı ildə dünyaya gəlmişəm. Atam və anam da elə o Gömür kəndindən olubdur. 5 qardaş, 3 bacı olmuşuq. Mən Gömür kəndi həddən artıq çox gözəl bir kənddir. Hələ Gömür kəndinin təsvirindən qabaq mən Gömür kəndinin əhalisi çox yerlərə köçübdilər, qaçqın olublar, düşüblər. Yəni hər yerdə də var. Yəqin ki, baxanlar olacaq. Mən hamısını salamlayıram. Yəni orada doğulmayan insanlar da oranı sevirlər. Yəqin ki, xatirələrində var. Gömür kəndi 3 tərəfdən dağlarla əhatə olunmuş, zəngin bitki örtüyünə məxsus bir gözəl bir diyardır. Həddindən artıq gözəl güllü çiçəkli bir yerdir. Orada bitən bəzi gül çiçəklər var, hətta mən çox yerlər gəzmişəm, elə bunu həqiqətən deyirəm. Mən o bitki növlərindən başqa yerdə rast gəlməmişəm. Çox gözəl, yaxşı bulaqları, sərin bulaqları, şəfalı bulaqları var. Yəni o bulaqların da adlarını, yəni bizim özümüzə uyğun adlardır. Məsələn, Pəri bulağıdır, Armudlu bulaqdır, Lovlu bulaqdır, Soyuq bulaqdır, Meşə bulağıdır. Belə adlı bulaqlar çoxdur orada. Çox gözəl təbiəti var. Orada insanlarımızın adət-ənənələri, yəni o vaxt Ucqardaq kəndində insanlar qədim adət-ənənələrlə yaşayırdılar. Yəni o adət-ənənələri hamı mehriban idi, bir-birlə çox yaxşı münasibətdə idilər. Bir-birə həmişə dəstək olub kömək edirdilər, hər hansı bir iş alanda. Yəni bir çox adət-ənənələr var idi ki, özünə məxsus idi. Atam rayonda texnika birliyində işləmişdi. Allah bütün ölənlərə rəhmət eləsin. Atam və anam rəhmətə gediblər. Deyir, orada işləyən müddətdə hər bir insan özünə gözəl ev tikmək istəyir, şərait yaratmaq istəyir. Deyir, mən daş alırdım. Orada qırmızı kərpizdən gözəl daşlar olurdu. Hətta baxanda televizorda Yerevanda tikilən qırmızı daşların materialını. Deyir, ondan aldım. Mənlə də bir münasibətli bir dostum var idi. Yəni o vaxt bir yerdə işləyirdilər. Deyir, mənə dedi, bunu nə edirsən, nə alırsan? Deyir, dedim, ev tikirəm də. Deyir, dedi, bu evi nahaq tikməklə, zəhməti nədər gedəcək? Deyir, o vaxtı, deməli 67-ci ildə, o 67-ci ilin söhbətidir. Deyir, mən çox təəccüblə buna baxdım, görüm bu niyə belə deyir? Deyir, dedi, onsuz da siz buradan köçüb gedəcəksiniz, o boyda xərci qoyma. Deyir, dedim, sən nə danışırsan? Deyir, dedim, mən səninlə dostam, prosto mən səni xəbərdarlıq eləyirəm. Yəni, sözüm ona gəlir ki, bu erməni xalqının bu siyasəti uzun illərin axırından gəlir. Uzun illərin axırından gəlir. Bu elə-belə təsadüfi bir qısa müddətdə başlayan bir şey deyil. Bunun da yəqin ki, tarixçilər, bizim yaxşı, gözəl tarixçilərimiz var. Onlar daha düzgün, daha dəqiq izahını verirlər. Orada bizim xalqımıza, bizim millətimizə olan münasibətlər həddindən artıq çox yəni pis idi. Necə pis idi? Ancaq onların işləməyi istəmədiyi aşağı işlərdə bizimkiləri məcbur edirlər işləməyə. Həm dövlət vəzifələrində, heç bir əhəmiyyətli işlərdə işləmirdilər. Qoymurdular işləməyə. Beləncə hallar olurdu, təzyiqlər də olurdu. Yəni o hadisələr kənddən çıxmağa vadar eləyən hadisələr necə başladı? Hələ mən kənddən çıxmağa vadar eləyən hadisələrdən əvvəl mənim atam danışırdı. Deyir, mənim atam da qaçqın olmuşdu. Və qaçmışdı, bir də qayıtmışdı. Deməli, orada 3 dəfə qaçqınlıq yaşayırdı. Yəni, babalarımız da qaçqınlıq vəziyyətinə düşürdü. Gediblər, bir də qayıtdılar. Sovet dövləti qurulandan sonra, ondan sonra bütün millətlərdə
Yəni sülh yaradıblar. Ona görə də qaytarıb gətirdi ki, qayıdıb özləri axıb gələnlərin qarşısını alıb. Bir də ki, kənd təsərrüfatı işçiləri lazımdır. Ondan sonra 48-ci illərdə belə insanlarda yenə də sıxışdırılmış bir şəkildə köçkünlər olubdu. Ondan sonra bir də qayıdıb gəlibdilər. 88-ci ildə də hərbi müdaxilə oldu və bunu bütün, yəni yaxın dövrdür də, bu çox insanların yaddaşında olan bir dövrdür. Hərbi müdaxilədə də məcburi şəkildə insanlar qaçqın düşdü öz vətənlərindən. İnsanların hətta belə deyə bilərəm ki, babaları, ulu babaları hətta sayıb onun axırına gedə bilmirlər ki, hansı babamın dövründən buradadır. Çünki çatdırmır. Yəni, o qədər orada bizim ən belə qədimi məskənimizdir. Orada Azərbaycanlılar bütün dövrlərdə yaşayıbdır. Belə bir vəziyyətdə də bu yəqin ki, uzun illərin siyasətini ilə gəlib bu yerlərə çıxıblar və bizim torpaqlarımızı yavaş-yavaş sıxışdıraraq Qərbi Azərbaycanı nəinki bizim ərazimiz, Dərələyəzin, Paşalıqın, Qərbi Azərbaycanın daha böyük ərazilərindən bizim xalqımızı sıxışdırıb çıxardıbdılar etaplarla. Hətta özləri cəmaatın çıxsaydı oradan, yəqin ki, veşiyin götürərdilər, lazım əşyaları götürərdilər və yaxud da ki, yolla gedərdilər, qayıdardılar, köçərdilər. Amma orada qaçqın, 88-ci ilin qaçqın dövründə insanlar qarın içində, hətta yaxşı geyimdə olmayan, nazik geyimdə olan soyuq bir havada o dağları aşır. Ayaqla, piyada, uşaqlarla, xəstələrlə Naxçıvan Muxtar Respublikanın orada sərhəddə, dağda Naxçıvan Muxtar Respublika sərhəddə o tərəfə cəmaət keçibdi və sağ olsun Kükü kəndi var, orada əksər əhalimizin çoxusu orada insanlar tərəfindən dəstəklənib. Axırda yavaş-yavaş hər özünün üçün bir yer tapıbdı. Yəni tək özləri olmayıb, övladları olubdu, onların məsuliyyəti olub, onların təhsili olub. Ermənistanda deməli onların siyasətlərində bizim millətin orada ziyalı olmağını heç vaxt istəmir. Nəyə görə istəmirlər? Çünki ziyalı onların yanında onların bədəməllərini görüb, şahid olub, o xəbəri yaya bilərdi. Çünki onlar tamamilə monodövlət olduğuna görə, onlar həmişə başqa xalqları sıxışdırıb və özləri öz çirkin niyyətləri məxfi şəkildə aparıb, bax, bu vəziyyətlərə gətirib çıxardı. Son olaraq mən onu demək istəyərəm ki, əgər qayıdış proqramı baş tutsa cənab prezidentimizin bu istəyidir, yəqin ki, sülh yolu ilə mümkün olacaqdır. Hər bir kəs öz babasının, keçmişinin qəbrini yad eləməyə həmişə hazırdır, həmişə də gedib yad eləmək istəyər. Orada olan evlərini gedib ziyarət eləmək istəyər. Yəni bu həmişə xatirələrdədir də bu yaşayır insan. Ömrü boyu formalaşdığı yeri yaddan çıxarda bilmir. Bir də gənc nəsilə bizim məsləhətimiz o olar ki, yəni Səməd Vurğun deyir, mənim ürəyim də, beynim də qandır, dünya qan üstündə bir xanmandır. Yəni bu, həmişə bu çəkişmələr xalqlar arasında olur. Bütün dövrlərdə olur. Nizami Gəncəvi də deyir, qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz. Yəni, bax bu həmlələrin, bu təzyiqlərin qarşısını almaq üçün mən gənc nəsilə elmli olmağı arzulayıram ki, onlar ancaq elmlə düşmənə qalib gələ bilərlər və elmli insanı yəqin ki, nə aldada bilərlər, nə də qalib gələ bilərlər. Mənim məsləhətim odur ki, hər bir insan öz övladını bütün qüvvəsi ilə çalışsın, yaxşı elmə yiyələnsin.